Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə cücələrdə, həmçinin böyük toyuqlarda tük yeməyə qarşı nə etmək lazımdır, o haqda danışıb məlumat vermək. Yəni bir çox abunəçim bu haqda yazır ki, cücələrimiz tüklərini yeyir. Nə etmək lazımdır ki, yeməsinlər. O haqda danışıb məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, bilirsiniz ki, toyuqlar cücələrə bu şəkərli yemdən verəndən sonra, yəni cücələrə xüsusən, sonra onu kəsəndən sonra başlayırlar tüklərini yeməyə. Onun içində bir çox vitaminlər, makro-mikro elementlər olduğundan sonra onu kəsəndən sonra nəsə çatışmır, başlayırlar bir-birinin tükünü yeməyə. Ona görə cücələrə nə vermək lazımdır ki, bir-birinin tükünü yeməsinlər. Birincisi, yerlərini bax belə dar eləməyin. Buraxmalısınız çölə, yaşıl otluğa ki, onlar gəlsinlər. Balaca yerdə olanda təbii ki, onlar başlayacaqdır bir-birinin tükünü yeməyə. Çünki o vitaminlər çatışmamazlıq olanda başlayacaqdır yeməyə. Ondan əlavə mən bir şey qeyd edim ki, mənim kanalımda var, halqadır, cücənin belə dimdiyinə taxsız. Onu mən AliExpress'dən zakaz vermişəm, girib orada baxa bilərsiniz. O halqanı necə istifadə edirlər, kanalımda o haqda video var, ən yaxşı vasitə odur. Onu deməli cücəlilər taxsız və belə deyək, o burunlarında olur, cücənin ağzını örtülməyə qoymur. Ondan sonra digərləri tüklənir, eləyir və yəni tuta bilmirlər də tükü yeməyə. Yoxsa ki, belə olanda yeyirlər, hətta dərisinə keçirirlər, qanadıb öldürürlər də. Ona görə, əziz izləyicilər, ən yaxşı vasitə odur. Birinci, AliExpress'dən sifariş edirsiniz. Ondan gəlir, hardasa içində də bir 50-100 dənə olur. İndi baxırda sayına uyğun. Orada 50 dənəlik də götürə bilərsiniz, 100 dənəlik də, 200 dənəlik də var. Bu sizin cücənizdən, toyuğunuzdan asılıdır. Sonra da ki, istifadə etdikdən sonra çıxardırsınız, saxlayırsınız, yuyursunuz, eləyirsiniz və gələn səfər bir də taxa bilərsiniz. Yəni kanalımda bu haqda video var. Özdə önə qoymuşam ki, onu hər kəs girib baxa bilsin. Yəni girib baxa bilərsiniz. Qırmızı belə halqadır, burunlarına taxsız. İkinci, keçəyin, əgər o şeyə zakaz vermək istəmirsinizsə, yəni vaxt gedəcək, cücələr də yeyirsə, onun üçün nə etmək lazımdır? Yəni sularında nə vermək lazımdır? Deməli, əziz izləyicilər, götürürsünüz 3 litr suyu, 3 litr suya bir xörək qaşığından birəcə az, yəni dolu xörək qaşığı yox, bir xörək qaşığı, deməli, çayın soda əlavə edirsiniz, bir xörək qaşığından biraz da az da, yəni dolu olmasın, bir xörək qaşığı, limon duzu və bir xörək qaşığı da, o da təbii ki, dolu olmur, bir xörək qaşığı da normal belə doldurmursunuz da, duz əlavə edirsiniz. Və bu 3 qarışımı sula qarışdırırsınız 3 litr suyadır. İndi sizdə əgər cücə çoxdursa, toyuq çoxdursa, məsələn 6 litrə 2 hərəsindən 2-2 tökə bilərsiniz. Yəni 2 xörək qaşığı limon duzu, 2 xörək qaşığı duz, 2 xörək qaşığı da çayın soda töküb, qayırıb belə qabaqlarına qoya bilərsiniz. Təbii ki, yenə də çoxdursa, 9 litr, 12 litr, onda belə deyək də 3 litrə bunun deməli norması bir xörək qaşığı dolu olmayaraq limon duzu, bir xörək qaşığı duz və bir xörək qaşığı isə çayın soda. Bunu hazırlayırsınız və qoyursunuz qabaqlarına içirlər. Ondan sonra onda deməli turş olacaqdır, yəni turş zat olduğundan başlayacaqlar tərgitməyə. Ancaq ki, siz onları yenə deyirəm, bax belə qapalı şəraitdə, dar yerdə saxlamayın. Qoyun, buraxın, qoy gəlsinlər. Həm o sudan içsinlər, həm də gəlsinlər. O içib və belə deyək, gəzən cücə tərgiyəcəkdir tük yeməyi. Yəni, bax, bu vasitə ilə edə bilərsiniz onu.
ondan sonra cücələriniz kəskin şeyləməyəcəkdir, yəni ki, bir-birinin tükünü yeməyəcəkdir. Yəni bu vasitələrlə edə bilərsiniz. Buraxsız otluğazada ya həyət böyükdürsə həyətə, ya da ki, o dediyim halqadan vurub elə belə yerdə də saxlaya bilərsiniz. Çünki bu cücənin o halqa qoymur yeməyə. Yəni kanalımda var. Elə bil ki, dimdiyi örtülmür də, yaxşı örtülmür. Yem, su zat normal yeyə bilirlər, içə bilirlər. Ancaq tük tuta bilmirlər. Ondan sonra da cücələriniz başlayacaqdır tüklənməyə və bir-birinin tükünü yeməyəcəkdir. Və bu dediyim bu vasitə ilə daha doğrusu hazırlayırsınız. Bu vasitə ilə şey eləyirsiniz və müalicə edirsiniz bu mayaya. Limon duzu, ondan sonra duz və çayın soda. Bunu qatırsınız, sularında verirsiniz və onu içən cücələr tüklərini yemir. Yəni turş şey verməlidir. Bir də ki, əziz izləyicilər, həyətinizdə əgər varsa üzüm yarpağı verin onlara. O da turş məzə olur da. Ot kimi yesinlər, o da biraz qarşısını alır. Yəni turş şeylər vermək lazımdır. Həmçinin də sularında sirkə eləyib, sirkə töküb verə bilərsiniz. Bir stakanı 10 litr suya, biraz suları düşməz olsun. Bu vasitə mayəni də misal üçün hazırladınız, bir gün, 2 gün içdilər. Götürürsünüz, bir 4-5 gündən sonra yenə verirsiniz. Bax, belə bir ay zat verməlisiniz. 4-5 gün ara verərək verməlisiniz ki, içib, belə deyim də, o tük yeməkdən yeməyi tərk etsinlər. Hansı da ən çox görürsünüz, yeyir, onu biraz dimdiyindən kəsə bilərsiniz, üst dimdiyindən ki, tutmasın. Və təbii ki, yenə deyirəm, yerlərini dar eləmişsiniz, buraxsız belə gəzirlər. Çünki qapalı şəraitdə olanda onlar şey deyirlər, tüklərini başlayırlar yeməyə, o vitaminin çatışmamazlığı olanda. Ona görə cücələri çalışıb buraxıb çöldə buraxmalısınız ki, gəzsinlər və yemlərini də şey edirsiniz, daha doğrusu sularına da o şey qatsız 3 dənə duz, limon duzu və çayın soda qatıb verirsiniz. Ondan sonra özünüz görəcəksiniz ki, yanı kəsilir. Ancaq ən yaxşısı yenə deyirəm o halqadan alsaz, yəni kanalımda var, o halqa girib baxa bilərsiniz, AliExpress'dən sifariş edə bilərsiniz, ucuz da başa gəlir, yəni bir 15-20 gün çəkir gəlməyə, yəni o ömürlükdür də özünüzdə qalır, bu partiyadan sonra başqa cücələrə də vura bilərsiniz, yəni gələn ildə cücə saxlayırsınızsa, onlara da o şeyi vura bilərsiniz, bu halqanı. Bax belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışıb məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza Quşlar TV, Lal Ördəklər TV, həmçinin kənd heyvanları kanalına abunə olun və like qoyun. Mən də çalışacağam ki, hər gün yeni gözəl, faydalı videolarla, məlumatlarla sizin görüşünüzə gəlim və məlumat verim. Sağ olun əziz izləyicilər, salamat.